bir söz bilirlər. Balıq başdan iylənir. İylənir. Biz əslində öz hüququmuzu bilmirik. Balıq başdan iylənmir. Balıq hərəkətsiz olanda iylənir. İylənir, bəli. Balıq başlı. Biz öz hüquqlarımızı həmişə atırıq kimlərinsə üstünə. Biz öz hüququmuzu bilmirik. Biz vətəndaş hüququmuzu bilmirik. Bir də ki, özümüz qorxduğumuz halda başqasına deyirik ki, niyə danışırsan? Bəli, cəsarətli ol. Qorxursan, cəsarətsizsən, kimdən qorxursan deyə mən bəzən o özümə söz verirəm ki, şoka düşməyəcəm. Heç nəyə təəccüblənməyəcəm. Mən də bu cəmiyyətdə nəyi görmədim. Bir də görürəm ki, belə biri var ki, 16-18 yaşında birisi sənə şərh yazır. Çox da ciddiyə almırsan ki, yəni hələ tam formalaşmır. Bir də baxırsan ki, çünki mən mütləq girib incələyirəm ki, bu şərhi yazan mənə kimdir? Sonra girib baxıram ki, belə bir 60 yaşlarında bir bazlı burutlu, belə şəkildə görürsən ki, özünə hörmət eləyən birisidir.